Global Media Qrupa daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri Xabar Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənəd noyabrın 18-də Qazaxıstanın Astana şəhərində imzalanıb. Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və Xabar Agentliyinin idarə heyətinin sədri Kemelbek Oyşibayev imzalayıblar. Mərasimdə Global Media Qrupun idarə heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər. Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq. Kemelbek Oyşibayev çıxışında qeyd edib ki, Xabar Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür. Global Media Qrupun idarə heyətinin üzvü Orxan Məmmədov bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır. Qeyd edək ki, memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur. Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın Özbəkistan 24 kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın Xabar Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.